8 Mart Beynəlxalq Qadınlar Günüdür. Məhz bugün qadınların almaq istədiyi ən böyük hədiyyələrdən biri gül buketləridir. Bəs biz bu gül buketlərini aldıqdan sonra onu necə saxlamaq, onun ömrünü necə uzatmaq barədə nələri bilirik? Bizə məhz bu cür özəl günlərdə bəxş olunan bu sevgi payının ömrünü daha çox uzatmaq üçün nəyi öyrənməyə ehtiyacımız var? Bugün biz bu barədə danışacağıq. Ən çox tələbat hansı güllərədir? Ən çox tələbat olunan güllər, belə deyək də, rozalar olur, məsəl üçün bu qızıl güllər. Ən çox qırmızı rəng satılır. Böyük tələbat bunadır. Amma əslində cavan adamlar, məsəl üçün cavan xanımlar üçün alınan güllər malin tonlarda olur, rozlu olur. Belə deyim, insan var, fərqli, zövqlər fərqlidir də, müxtəlifdir. Gəlir, sırf olaraq xrizantema yığdırmaq istəyir. Ramaşkalardan yığdıra bilir, məsəl üçün. Ən çox sevilən güllər qeyd etdiyiniz kimi rozalardır. Bəli. Və ümumiyyətlə xanımları xoşbəxt etmək üçün hesab edirəm ki, gül bir başqa aləmdir, bir başqa hədiyyədir. Xanımları da ən çox düşündürən məsələn digər tərəfdir. Gözəl bir buket alındı, gətirildi evə. Bəli. Onu necə saxlayaq ki, ömrü uzun olsun? Onun ömrü uzun olmağı üçün əslində bu gül buketini sökürsünüz, ayrı-ayrılıqda vazalara qoyursunuz. Və kötükləri belə deyək, belə izah edeyim sizə. Bunu əyrisini kəsirsiniz. Onun əyri kəsilməyinin səbəbi də odur ki, bu əgər düz kəsilibsə, oturanda vazaya yapışır və su içə bilmir, çətinlik çəkir. Onun su boruları tutulur, belə deyək. Bunu əgər əyri kəsirsinizsə, bu oturur əyrisinə. Onda suyu daha rahat içə bilir. Su içmək üçün yerləri qalır. Fərq ondadır və gül buketini açırsınız və gülləri vazalara qoyursunuz, kötüklərini kəsirsiniz. Bir də suyunu tez-tez dəyişirsiniz, ən azından bir gündən biri dəyişirsiniz və kötüklərin suyunu dəyişəndə kötüyünü kəsirsiniz. Bir də belə el arasında istifadə olunan üsullar var ki, gülü gətirən kimi biri içinə şəkər tökür, biri aspirin atır, biri limon duzu atır. Suya nəsə atmaq lazımdırmı gülün uzun ömürlü, buketin daha doğrusu uzun ömürlü olması üçün? Əslində düz deyirsiniz, bu aspirindir, şəkərdir, bunlardan əlavə eləyirlər, ömrünü uzatmağa düzdür, uzadır. Amma əslində əgər təbii yolla istəyirsinizsə, dediyim formada əyrisini kəsirsiniz, kötüyünü və suyunu tez-tez dəyişirsiniz. Aspirinlə və yaxud da şəkərə ehtiyac olmur. Bəs bax bu gülləri biz görürük. Ümumiyyətlə həmişə sual doğurur ki, gül dükanlarında güllər çox uzun müddət qalır. Evə aparırsan, 1-2 gündən sonra artıq sanki açırlar və solurlar. Uzun müddət o sizin mağazalarda, gül dükanlarında bu güllərin belə qönçə kimi qalmanın səbəbi nə olur? Bilirsiniz, ilk növbədə temperatur var. Məsəl üçün, bizdə temperatur ev temperaturu deyil. Evdə biraz istərsiniz, temperaturu yüksək olduğuna görə güllər biraz tez sola bilir. Və bir də qulluq qaydası var. Biz onlara hər gün qulluq edirik. Sularını dəyişirik, hər gün olaraq stabil. Kötüklərini kəsirik. Solmuş yarpağı varsa onları təmizləyirik. Bir də gülün aşağı hissəsində olan yarpaqları təmizləyirik. O gülün ömrünü daha çox uzadır. Gülün yarpaqlarını kəsirik dediniz. Evdə də buketi gətirəndə, məsələn, gülün içində əlavə dekorativ hissələr də olur. Gülün özündən də əlavə, yəqin istifadə edirsiniz bu dekorativ hissələrdən. Bax, o suya düşən yarpaq hissələri mütləq kəsilməlidir. Yoxsa necə olmalıdır? Suya düşən yarpaq hissəsini, bu hissəsi məsəl üçün görürsünüz biz təmizləmişik. Bu suya düşəndə həm suyunu tez iyləndirir və gülə ziyanı olur. Baxın, məsəl üçün qırıq yarpaqlarda onları kəsib götürürük. Bir də aşağı hissəsinin tikanlarını təmizləmək lazımdır. Amma bir çox hallarda tikandan da gül çox su içir. Məsəl üçün buketlərdən danışanda bunu qanqala bənzədirlər biz tərəfdə. Amma bu xaricdən gəlmiş, qanqala oxşayır. Bəli, oxşayır. Amma ki bu xaricdən gəlmiş bizim dekorativli dekorumuzdur. Dekor üçün istifadə olunur. Bəli, biz bunu dekor üçün istifadə edirik. Bəs bu nədir? Məsəl üçün bu bambukdur. Bunun kötüyü olur. Bunu əslində boş suda saxlayırsınız. Bunun ömrü olur 3 ildə ola bilər, 2 ildə ola bilər. Uzun ömürlüdür məsəl üçün. Görürsünüz kötükləri. Bunu torpağa bastırmaq olmaz. İnkişafı çətin olur. Bu tək suda qalır. Suda qalır və yarpaqları çıxır, qəşəng yarpaqlar olur, uzun yarpaqlar. Bu uzun ömürlü olduğu üçün təsəvvür edin ki, gözünüzün qabağında yarpaqları açır, yaşıllaşır və fərqi də odur ki, boş suda qalır. Ona heç bir qulluq da lazım deyil.
Nə qədər də onun suyu kirlənsə, o qədər də çox uzun müddətli olur. Bax, biz baxırıq burada müxtəlif növ güllər var. Maraqlıdır ki, yəqin ki, siz neçə illərdir bu işlə məşğulsunuz, bunu bilirsiniz. Elə güllər varmı ki, onları bir yerdə qoyanda biri o birisinə mane olur. Yəni onlar bir yerdə yola getmirlər. Biri daha tez olur, o birisidir bir-birini ilə yola getməyən güllər var mı elə bir? Elə güllərimiz də var. Məsəl üçün belə deyək, rozalar qısa müddətli olur. Nisbətən çoban yastığı, xrizantemalarla. Çoban yastığının bir növü budur. Bunlar çox qalır, amma rozalar az qalır. Bunu əgər buket formasında götürmüsünüzsə, bunu götürürsünüz ayrı vazaya qoyursunuz, rozaları ayrı vazaya. Çünki bunlar çox uzun müddətli qalır. Uzun müddətində hətta ola bilər 1 ay qalır. Amma rozalar 1 həftə, 10 gün, 5 gün qala bilər. Ona görə eyni vazada saxlamaq məsləhət görülmür. Həm də bir-birinə ziyanı ola bilər. Bayaq siz qeyd elədiniz güllərin rəngləri ilə bağlı. Təbii rənglər bir başqa. Məsələn, mən burada belə bir gül görürəm. Ümumiyyətlə, həmişə diqqətimi çəkir bu güllər. Bu gül necə göyərir? Bunu biz xaricdən gətiririk. Bunu bağdan kəsiləndən sonra suya vurulmur. Bu vurulur birbaşa rəngə. Rəngə vurulur, su əvəzinə rəng içir bu. Rənglə qidalanır və rəng qalxır bunun ləçəklərinə, gülün özünə. Fərq ondadır. Bunlar təbii bildiyimiz rənglərdir. Bunlar da xaricdən gələn güllərimizdir. Bizim hətta Azərbaycanda da yetişir bunlar. Bunlara isə rəng vurulmur. Bu əslində öz rəngidir. Amma bunlar isə dediyim qaydada rəngə qoyulur, rəngdən qidalanıb rənglənir. Bizim özümüzdə yetişən rozalar, bir də xaricdən gələn rozalar. Bunlar arasında fərq nədə olur? Onlar arasında fərqi olur ki, xaricdən gələn rozalar həm uzun müddətli qalır, həm də ki, bizimkilərdə biraz, belə deyək də, bakal hissəsi biraz balaca olur. Aha. Amma xaricilər, belə deyək, bu xaricdən gəlib, bunun uzunluğu 1 metrədir. Amma bizdə bu rozanı yetişdirmək çətin olur. Bizdə də var 1 metrədir, prosta bunun qaldığı qədər qalmır. Uzun ömürlü qalmır. Bizimkilərin kötüyü nazik olur. Bu xaricilər görürsünüz, gördüyünüz kimi qalın olur. Bunun üçün də qalın olanda su içməyi rahat olur. Uzun zoğu olan gülləri alanda, onların da saxlanma qaydası. Bax, bu tikanları mən görürəm, yarıdan yuxarıda tikanlar var. Tikanların ümumiyyətlə güldə qalıb qalmaması da çox maraqlıdır. Sizcə bu ələ batmasın deyə bu tikan buradan qoparılır, yoxsa? Aşağı hissəsi bəli, ələ batmasın deyə. Bunu bir çox adamlar sadə lent bant eləyir. Çünki bunun uzunluğunu itirmək üçün buketə vurmağa məncə dəyməz. Bunun aşağı hissəsini təmizləyirik ki, heç kəsin əlinə batmasın. Aha. Amma əslində güllər tikanından da çox su içir. Rahat içə bilir tikanından. Bu uzun ömürlük ev şəraitində bu güllər də daha çoxdur, yəni hansı ki xaricdən gəlib və zoğu uzundur, yoxsa yerli güllər də daha çox olur? Əlbəttə ki, gül təzədirsə əgər, yerli gül də çox qalır xaricidə, amma nisbətən xarici daha çox qalır. Çünki onlar müxtəlif dərmanlarla qidalanır, bizdə isə təbii yetişdirilir. Bir sual da sizə vermədən keçə bilməyəcəm. Bir var ilin bütün fəsillərində olan güllər, yəni daimi güllər. Bəli. Bir də var göyərçinlər, fəsildən fəsilə. Bəli, bəli. Mövsümi güllər. Biz indi burada görürük mövsümi güllərdən. Lalələr var, nərgizlərimiz var. Bunlar məsəl üçün 2 cür nərgiz olur. Biri böyük olur, biri balaca. Biri tam sarı olur. Deyəsən. Ətirləri də var, bəli. Oxşar ətirləri var, amma ən çox bunun ətiri çox olur. Bu yerli nərgizdir, bu xarici nərgizdir, yoxsa Yox, ikisi də yerlidir. Sadəcə nərgiz deyiləndə bu nərgiz yada düşür. Aha. Çünki o nərgizi çox adamlar bilmir. Onlar bunlara nisbətən uzun olur. Amma fikir verin, demək olar dəstəsində eyni saydır. Amma bu görürsüz nə qədər fərq edir. Bu balacadır, bu böyükdür. Balaca ilə böyük olmağına baxmayaraq qiymətlər biraz fərqlidir, bəli. Balaca böyük fərqi var. Bəli, bəli. Biraz qiymətləri fərqlidir. Amma qoxu olaraq bunun qoxusu Trubsatır nərgizin qoxusundan çoxdur. Bəs bu lalələr, tülpanlar daha doğrusu? Lalələrdə bildiyimiz kimi qoxu olmur, amma qalmağı məsəl üçün belə deyək də isti temperaturda tez şişir, tez belə deyək də solur. Məsəl üçün kağızda bunu saxlayanda ömrü uzun olur, çünki baqqalları şişmir, böyümür. Əgər kağızda saxlamırsınızsa, ləçəkləri tez açır gülləri. Onda evdə necə eləyir onu? Evdə heç aparmısınızsa məcburi vazaya qoyacaqsınız. Çünki evdə siz düşündüyümüz qədər
sərin temperatur olmur. Amma bacardığınız qədər sərin otaqda saxlamağınız məsləhət görülür. Çünki bu tulpanlar yeni dediyim kimi isti yerdə tez açır. Tulpanların da bu Eyni aşağı qaydada hissəsini bəli, eyni qaydada kəsmək lazımdır. Yəni tulpanların kötüklərini kəsmək 2 gündən bir də yetərli olur. Rozalar elədir ki, bir gündən bir daha kəsmək məsləhət görülür. Çünki onlar daha hər gün kəsmək lazımdır. hər bir gündən bir, hər gün ola bilər. Ev temperaturuna baxır. Əgər ev istidirsə, hər gün kəsilməyi daha məsləhət görülür. Burada məsəl üçün görürsüz, bu düz kəsilib. Amma əslində əyri kəsilməlidir. Yəni bunlar əyri kəsiləndə vazaya otura bilirdi, yəni rahat su içir. Bir gündən bir kəsilsə daha yaxşı. Məcbur deyil ki, siz bu qədər kəsəsiniz. Bu qədər kəsməyiniz yetərlidir. Çünki onun damarları yenilənir. Bəs bu güllərlə bağlı ümumi buket bağlayanda əgər bu güllərlə bunların adları necə gedir? Bunlar liliyalardır, bunlar amaralistlərdir. Əslində buketə vurulmaq üçün buketdə çox qəşəng görsənir. Sadəcə buket sıx yığılanda bunun vurulmağı məsləhət deyil. Çünki istər-istəməz buket yığılanda sıxılır bel hissəsi. Bunun da gördüyünüz kimi aşağı hissəsi boşdur, içi boşdur. Bu sıxılanda buradan qırılır. Onun da su içməyi damarları kəsilir. Bunu artıq çəp kəsmək lazım deyil də. Xeyr. Bunun aşağı hissəsi buradan belə bağlanır, sonra buradan kəsilir. Bu əgər bağlanmasa bu açılıb yığılır üst-üstə. Yəni bu da fərqli bir güldür. Bunu da evdə vazaya qoymağa məsləhət görülür. Buket formasında məsləhət görməzdim. Çünki dediyim formada belində çatlar əmələ gəlir sıxılanda. İçi boş olduğu üçün. Bunlar da liliyalardır. Bunlar pianovirli liliyalar gedir. Gördüyünüz kimi baxın bir neçə dəfə açır. 1 ləçək, 2 ləçək, 3, hətta 5-6-ya qədər olur. Ömrü nə qədər olur? Bunların ömrü çox olur. Və gördüyünüz butonçiklərdə açır. Bir həftə ərzində, 10 gün ərzində, əgər isti temperatursa tez açacaq. Sərin temperatursa biraz vaxt istəyəcək, bir 10 gün falan, bir həftə. Bir də belə liliyalarımız var. Bunlar məsəl üçün xarici idi, indi göstərdiyimiz. Bunlarsa bizim yerli məhsullardır. Gördüyünüz kimi bu bir dəfə açır. Fikir verirsiniz, ləçəyi bir cərgədə, amma göstərdiyim kimi bunda isə çoxdur, fikir verin. Bunda 5-6 ləçəklər açılır, bunda 1 ləçək. Bu bizim yerli məhsuldur, bu da xarici məhsul. Bunların da saxlama qaydası eynən rozalarda. Eyni qaydada. Bütün güllərimiz demək olar ki, kötükləri dediyim kimi əyri kəsilməlidir. Güllərin saxlama qaydası eynidir. Uzun müddətdə güllərə qalanda bizim çoban yastığı güllərimiz var, bunlar bizdə yetişir. Bunlar bir ay, hətta ay yarıma qədər qala bilir. Düzdür, ev temperaturunda biraz az qalır, 20 gün, 25 gün qalır, əgər çox qalma gül istəyirsinizsə. Bu çoban yastığı güllərinin, mən burada müxtəlif rənglərini görürəm. Bunlar həmin o bayaq dediyiniz formada rənglənmiş güllərdir, yoxsa sortları belədir? Sual olaraq yaxşı sual verdiniz. Məsəl üçün, bunlar təbii rəngidir, ağ rəngidir, sarı da təbiidir. Bu gördüyünüz mavi rəng bu rəngə qoyulub. Bu da yarpaqlarına görürsünüz, rəng qalxıb. Bu artıq rəngə qoyulub. Bunlar isə təbii rəngdir. Əslində bunlar hamısı ağ olur. Düzdür, fərqli rənglər olur. Bu sarı öz rəngidir. Belə rozlar var. Bunlar da öz rəngidir. Amma bu isə ağ olub. Bunu qoyublar rəngə, olub mavi. Çünki mavi rəngə üstünlük çoxdur. İndi hal-hazırdakı belə deyək, bayramlarda olsun, adi günlərdə olsun, mavi rənglərə çox üstünlük verilir. Hətta bayaq sizdə dediniz mavi rozalar, onlar da göy rəng olduğu üçün daha çox satılır. Bax, gördüyünüz bu ramaşka da ağ olub, bunu qoyublar qırmızı rəngə. Sadəcə gözəl bir rəng alındığı üçün rəngini tam çəkməyinə imkan verməyiblər, götürüblər. Belə qərənfillər var. Məsəl üçün bunlar əslində şabo deyirik. Bunları bir çox adam şabo. Şabo. Bunlar buketə də vurulur, amma bir çox insanlar bəyənmir. Amma buketin içində çox gözəl olur. Bizim adətən qərənfil dediyimiz əvvəllər çox hədiyyələr verilir, sevgi gülü olub, düzdür. İndi hal-hazırda qərənfilə üstünlüyü yoxdur, amma fərqli olaraq bu qərənfillər onlardan buketin içinə vurulur. Siz hal-hazırda qərənfillərdən dekorativ kimi istifadə edirsiniz buketdə, yoxsa sadəcə kimsə yas yerinə gedəndə alır aparır? Hal-hazırda biz onu dekorativini də istifadə edirik. Yas yerinə də aparılır. Hətta bu arada olur, məsəl üçün görürsünüz bir cavan adam gəlir ki, deyir mənə 101 dənə qərənfil yığın, ad günü təbrik edirəm. Hətta elə şeylər də olur.
Amma üstünlük qəbri üstə aparmaqadır. Amma bəs bunun qərənfilin ömrü məsələsi, saxlama məsələsi, uzun ömürlüyü. Qərənfilin ömrü uzun olur, sadəcə küləyə dözümü yoxdur. Əgər külək olarsa, külək yerində qoyularsa, üstü qaralır. Buket kimi alanda yəni normal qalır. Bir həftə, 10 gün qala bilər. Və bir də burada məsəl üçün fərqli olaraq bir budaqda 4-5 qərənfil olan Qərənfillər budaqlarımız. bizim Bakıda yetişən qərənfillərdir yəqin. Bəli, Bakıda da yetişən var, xaricdən gələn də var. Bunlara kustavoy qərənfillər deyilir. Bunlar da eyni həmən qərənfillərdir. Sadəcə onlara nisbətən bir budağında çox olur, bir də onlardan biraz balaca olur. Bunları buketlərdə də istifadə edirik, kompozisiyalarda istifadə edirik. Hədiyyə də ala bilirlər. Bir çox adamlar bunları hədiyyə alır. Qızıl gül buketini qurutmaq məsələsi. Necə onu qurutmaq olar ki, o çürüməsin, qurusun? Məsələn, adamın ilk sevgilisi ona buket alıb, istəyir ki, o əbədi quruyub qalsın orada. Nəyinə lazımdır bilmirəm, amma indi istəyir də adam. Necə qurutmaq olar? Biri deyir, gülü ancaq gərək baş aşağı asasan ki, o qurusun. Biri deyir, baş yuxarı qoymaq olmaz. Biri deyir ki, gərək heç suya qoymayasan. Gözəl sual verdiniz. Dediyiniz kimi bunu baş aşağı da saxlayanda, bu baş aşağı saxlamaq səbəbi odur ki, bunun göründüyü kimi də qalır. Əgər siz bunu belə qoyanda, bu quruduqca yəni başını aşağı salır. Amma belə saxlayanda bu quruduqca belə də qalır. Bu isti şəraitdə daha tez quruyur. Bir çox adamlar havada qoyurlar. O havada qoyduqca da məsələn qaralır. Amma bunu baş aşağı saxlayanda isti havada, isti külək olmasın. Ev şəraitində bir aya yaxın qalsa, yəni siz istədiyiniz formada quruya bilir. İndi belə sual. Biz bunu buket şəklində aldıq. Buketi açmaq lazımdır. Onu yəni hansısa belini lentlə bağlayıb baş aşağı asdırıq, yoxsa elə buketdə də asmaq olar? Xeyr, buketdə asmaq məsləhət görülmür. Bunun elə belindən bir lent bağlayıb baş aşağı asmaq olar. Bir də yeri gəlmişkən mən onu da vurğulamaq istəyirəm ki, bir çox insanlar gəlir, yaxınlaşır, deyir ki, bu roza xarabdır. Bu roza xarab deyil. Bu onun ana ləçəyidir. Biz onu müştəriyə verəndə qıraqlarını təmizləyirik. Ən möhkəm ləçəkləri budur. Rozanın gec solmaq səbəbi də budur. Sadəcə biz ləçəyini müştəriyə təmizləyəndə veririk. Müştəriyə verəndə təmizləyirik, üzr istəyirəm. Gördüyünüz kimi görürsünüz, gözəl bir gül. Yəni onu da vurğulamaq istəyirdim ki, bizim bir çox müştərilərimiz də bilsinlər ki, bu köhnə gül deyil. Tək bizdə deyil, bir çox düşünürdük ki, bəli. Mən də mağazada gülün ləçəyini elə görəndə düşünürdüm ki, bu yəqin çoxdan gəlib, artıq ləçəkləri korlanıb. İndi belə bir sual verməsəm keçə bilməyəcəm. Əgər mən artıq bildim də bu sirri ki, bu ana ləçəkdir və gülün açılmasına mane olur. Bəli. Mən əgər desəm ki, bunu dəyməyin, qoyun üstündə qalsın, onda buketim daha uzun ömürlü olacaq. Həm uzun müddətli olacaq, sadəcə fərq onda olacaq ki, biraz rozanın görünüşü belə deyək də kobud görsənəcək. Amma uzun müddətli olacaq. Gördüyünüz kimi mən təmizlədim bu rozanı, çox qəşəng görsənir. Amma bu ondan çox qalır. Çünki bunun möhkəm ləçəkləri var, onun solmağın yolunu bağlayır, belə deyək. Bir də o narıncı güllər maraqlıdır. Bu narıncı güllər bizim öz Azərbaycan məhsuludur. Bunlar da uzun müddətli qalır. Tələbat var bu rozaya da. Yəni gözəl fərqli bir rəngdir deyək. Ortası olur sarı, qırağı olur narıncı. Niyə bizim son illər çiçəklərdə ətir yoxdur? Əvvəllər təbii yolla yetişdirirdilər. İndi isə bir çox dərmanlar vurulur deyə bunun belə deyək qoxusu qalmır üstündə. Siz istəyirsiniz bir güllər seçin, mən sizin üçün qəşəng bir buket bağlayayım.